Aqil bəy, Macaristandakı seçkini kim uduzdu? Macaristanda keçirilən seçkilərdə 16 ildir hakimiyyətdə olan baş nazir Viktor Orban uduzdu. Bu məğlubiyyətin bir çox səbəbləri var. Ancaq bu seçkilər həm də Trump'ın Avropadakı ilk və ağır məğlubiyyəti oldu. Bildiyimiz kimi Trump Orban'ı ABŞ-nin Avropadakı ən yaxın müttəfiqi elan edib müavini Vensi Budapeştdə seçki kampaniyasında iştirak etməyə göndərmişdi. Bununla yetinməyib palaz boyda dəstək mesajı da yazmışdı. Ancaq Avropa İttifaqı bunu Trump'ın onların daxili işinə qarışmaq kimi gördü və Macar müxalifətinin arxasında durdu. Bu səbəbdən də Orban'ın rəhbərlik etdiyi Fidesz partiyasının Peter Magyar'ın liderlik etdiyi Tissa partiyasına məğlubiyyəti məhz Trump'ın Avropadan yediyi ağır şillə kimi oxunmalıdır. Avropa Trump'a bununla açıq mesaj verdi ki, kənar məsələlərdə ortaq hərəkət edə bilərik. Ancaq daxili işlərimizə qarışmaq sənin başın üçün deyil. Get Hörmüzdə gəmi-gəmi oyna.